Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. TikToker Arzum məsələsində hirsiniz soyudusa, mühüm bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm. Qadınların pensiya yaşı 65-ə qaldırıldı. Keçmiş postsovet ölkələri arasında Azərbaycan liderlik təşkil edir. Özbəkistanda 55 yaş, qonşularımız Ermənistanda 63, Gürcüstanda 60, Rusiyada 59, Türkiyədə 58-dir. Qısa və konkret. Açıq deyin ki, sizə pensiya vermək istəmirik. Onsuz da bu gedişlə 65 yaşa çatmağın özü də böyük şeydir. Ərzaq qiymətləri od tutub yanır. Gündə bir cərimə artımı, bütün günü yollarda tıxac, əsəb, sarsıntı, sosial ədalətsizlik, stres, istirab 60-dan yuxarı yaşamağa qoymur insanı. Qidamız da qida deyil, yaşayışımız da yaşayış deyil, ölənlərimiz də ya xərçəngdən ya infarktdan ölür. Bütün bunlar da stresin və əsəbin göstəricisidir. Valla 65 yaşdan sonra pensiya verməkdənsə verməyin. Bir də ki, bu pensiya pulunu siz cibinizdən vermirsiniz. Mənim dövlətə, sosial müdafiə, mənfəət vercimin puludur da qaytarıb verirsiniz özümə. Mənim öz pulumu qaytarırsınız da. Mənim 40-45 il dövlətə ödədiyim pensiya kapitalımı özümə verəndə də ömrümə 1 il, 2 il qalmış niyə verirsiniz ki? Bəlkə mən heç 60 yaşa çatmayacağım. Onda necə olacaq? Sizə ödədiyim pensiya kapitalı batacaqmı?